Deyir ki, hədisin məzmunu belədir. Ha, bu mən öz ifadəmlə. Deyir ki, siz behişdə harada gəzirsiniz? Bu hədisdə yoxdur, ha, mənim izahımdır. Behişli məsciddə, Məkkədə, Mədinədə, Kərbəlada, Məşəddə, Oruçda. Peyğəmbər buyurur, evdədir. Behişt evin içindədir. Bəli. Əgər sən öz əlinlə bir loqməni, bir tikəni götürüb xanıma təqdim etsən, Allaha daha gözəldir. Mənim bu məscidimdə 70 il etiqaf etməkdir. 70 il etiqafda. Hansı məsciddə? Mədinə məscidində. Mədinə məscidi o məsciddir ki, 4 məscid 100%'lıq etiqaf qəbul düzdür orada şeydir. Biri Mədinə məscididir. Peyğəmbərin məscididir. Buyurur heç nə yox, xoş, səmimi, xanımın ağzından bir tikə xörək təqdim. Yəni sevindir. Sevindir. Bu Allahın yanında fəzilətlidir. Mənim evim, məscidimdə 70 il etiqaf. 70 il etiqafdan. Biz qoymuşuq. Yəni evdə qala-qala biz çöldə cənnət Bəli. Xanımın haqqını riayət etmirik, xanımın qəlbini sındırırıq. Başına qışqırırıq. Allah eləməsin, Allah eləməsin. Bəzən də fiziki gücdən istifadə edirik. Sonra gedirik Allahu Bu Əkbər. əkbər. Bəli. Təkbirin səsi bütün çölə yayılır. Mənası yoxdur bu.